Venezueladakı əməliyyatdan dərhal sonra ABŞ prezidenti Ağ Evdə mətbuat konfransı keçirdi. Trump bu müdaxiləni planlaşdırılmış və hüquq mühafizə xarakterli adlandırdı. Narkotik ticarəti, silah qaçaqmalçılığı və dövlət səviyyəsində korrupsiya şəbəkələrdə qarşı atılmış bu addımın tam səmərəli nəticələndiyini bildirdi. Məsələyə işğal aspektindən deyil, saf hisslərlə yanaşdığını ifadə etdi. Saf hisslər isə Venezueladakı humanitar xaos və idarəetmə boşluğunu doldurmaqdan ibarət idi. Stabillik təmin olunanadək ölkəni Birləşmiş Ştatlar idarə edəcəkdi. Beynəlxalq hüququn təməl prinsiplərinin pozulması nəticəsində bir dövlət başqa bir dövlətə qarşı həm fərdi qaydada, həm də kollektiv formada məcburiyyət tədbirləri həyata keçirə bilər. Yəni bu var. Amma çox təəssüflər olsun ki, Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyi Venezuelaya qarşı başlatmış olduğu ittiham, o cinayət işində bu istiqamət deyil. Onlar Venezuelanın Amerika Birləşmiş Ştatlarına qarşı narkoticarəti ilə bağlı cinayət işi qaldırıblar. Ki, bunun da beynəlxalq hüquq baxımından bir dövlət tərəfindən başqa bir dövlətə qarşı bu istiqamətdə cinayət iş başlamasının beynəlxalq hüquq əsası yoxdur. Yəni, ən yaxşı halda hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarının məhkəməsində qarşı tərəf, yəni Venezuela tərəfi bu məsələni belə deyək də hüquqi baxımdan çürütmüş olacaq. The stability from the US perspective appear to be closely like the control. Birləşmiş Ştatların yanaşmasına görə vəziyyət ümumilikdə nəzarət altındadır. Xüsusilə də Venezuelanın enerji sektoruna siyasi nəzarət baxımından. Qlobal enerji bazarlarında strateji əhəmiyyət daşıyan Venezuelada neft hasilatı və ixrac yollarının təhlükəsizliyi prioritetdir. Neftlə yanaşı zəngin mineral ehtiyatlar maraq doğurur. Prezident Trumpın mövqeyi institusional islahatlardan çox təzyiq və nəzarət mexanizmlərinə əsaslanır. Məqsəd neft və mineral resurslar üzərində birbaşa nəzarəti təmin etməkdir. Əməkdaşlıq eləyənlər dəstəklənir, müqavimət göstərənlər isə cəzalandırılır. Bu yanaşma qısa müddətdə nizam yaratsa da yeni hakimiyyətin uzunmüddətli legitimliyi və dayanıqlılığı sual altındadır. Long-term legitimacy and sustainability of the new regime. Well, I don't think there's much of a plan for stability. Hazırda sabitlik üçün aydın bir plan yoxdur. Yanvarın 3-dən Maduro'nun ölkədən çıxarılmasından sonra konkret ikinci gün planı ortaya qoyulmayıb. Müzakirələrin mərkəzində əsasən neft dayanır. Söhbət Venezueladakı böyük neft ehtiyatlarından və ABŞ şirkətlərinin bu neft bolluğundan maksimum faydalanmasından gedir. Trump administrasiyası bu yanaşmanı açıq şəkildə təşviq edir. Lakin dövlət katibi Marco Rubio'dan sabitlik planının olub-olmadığını soruşsaq, ehtimal ki, dəqiq cavab verməkdə çətinlik çəkər. What is the plan to stabilize